Salam uşaqlar. Bugünkü dərsimiz Azərbaycan mədəniyyətidir. 3-cü və 11-ci əsrə aid olan mədəniyyət abidələridir. Sonra Alban əlifbasıdır və memarlıq abidələridir. Bunların hamısına aid nümunələri biz burada sadalayacağıq. Başlayaq Alban yazısından. Azərbaycan Sasaniya dövlətindən istifadə olunan Pəhləvi yazı sistemi tətbiq edilirdi. Azərbaycan şimalında isə 5-ci əsrdə 52 işarədən ibarət Alban əlifbası yarandı. Albanların öz yazısı olmasını sübut edən faktlar bunlar idi. 3-cü əsrdə Roma ilə yazışmaları aparılması və 5-ci əsrdə Alban dilində kitabların tərtib edilməsi. Alban tarixçisi Mosey Kalakatlı yazıya malik olan xalqlar arasında Midiya və Albanları xüsusi qeyd etmişdir. Alban dilində elmi, dini, publisistik əsərlər və rəsmi sənədlər uzun müddət yazılmışdır. Azərbaycanda Alban yazısı orta əsrlərə qədər geniş istifadə olunmuşdur. Memarlıq abidələrinə baxaq. Deməli, Qaxda Ləkit və Qum məbədi. Yəni, Qax ərazisinə də diqqət ediləcək. Qax ərazisi bu hissələrdir. Yəni, Ləkit, Qum, Mehriban qala və şəhəri Torpaq qala Qax ərazisinə aiddir. Daha sonra Dərbənddə Narın qala. Dərbənd ərazimiz buradır. Buradan Narın qala. Daha sonra baxaq. Daha sonra Dərbənddə Dərbənd, Şirvan və Samur sədlərini biz deyə bilərik. Sonra İsmaillər ərazisində biz deyə bilərik Cavanşir qalası. İsmaillər ərazisi də buralardır. Bu ərazilərdir. Daha sonra Şabranda Çıraq qaları biz deyə bilərik. Ağdərə ərazisində, yəni buralarda, Dağlıq Qarabağ ərazisində biz deyə bilərik Çarapgöt qalası. Sonra Ağdam ərazisində elə ona yaxın yerdir. Ağdam ərazisində biz deyə bilərik Köfür qala. Sonra Laçın ərazisində biz deyə bilərik Ağoğlan məbədi. Xocabənd ərazisində Amaras məbədi. Şəki ərazisində Kiş məbədi. Daha sonra Üç Mərzində, yəni indiki və köhnə Qərbi Azərbaycan, indiki Ermənistan ərazisində Üç Mərzində Göy Mələklər məbədi və Qazaxda, Qazax ərazimizdə, yəni bu hissələrdə, Qazax ərazimizdə isə Yuxarı Əskipara kəndindəki qala kompleksini misal göstərə bilərik biz. Daha sonra keçəyim 8-ci əsrdə Ərəb dövründə olan mədəni abidələrimizə, memarlıq nümunələrimizə. Bərdədə Tərtərçay üzərində daş körpü, yəni Bərdə ərazisində. Daha sonra baxacaq Şamaxıda Cümə məscidi, 8-ci əsrə aid Cümə məscidi və Tiflisdə hamam kompleksi 8-ci əsri memarlıq abidələrindəndir. Daha sonra keçirik 9-cu 11-ci əsrdəki abidələrə. Biz bura deyəcəyik Lelişdəki Oğlan qala. Yəni Leliş bu ərazimizdir. Naxçıvandakı Əlincə qalası. Burada səhv yazıb var. Əlincə qalası, yəni Naxçıvan ərazisindəki Əlincə qalası 9-cu əsrə aiddir. Şamaxıda Sündü məscidi 920 hətta Əbu Tahirin dövrünə də götürülür o və Cəbrayıl ərazisindəki Xudafərin körpüsü. Yəni bu ərazidə Xudafərin körpüsünü biz 9-11-ci əsrə götürə bilərik. Sündü məscidi 920, Xudafərin körpüsü isə 1027-ci ildə inşa edilmişdir. Daha sonra dini və memarlıq abidələrinə baxsaq, burada dini memarlıq abidələri biz burada deyəcəyik ki, Amaras monastırı, yəni Qarabağın qədim xristian məbədlərindən biridir. Ağoğlan məbədi Laçın ərazisində yerləşən Alban mədəniyyətinə aid abidədir. Ondan sonra biz Əlincə qalasını deyə bilərik. Naxçıvanın qədim qalası 9-cu əsrə aiddir və Xudafərin körpüsü 1027-ci ilə aiddir. Bu isə Cəbrayıl rayonu ərazisində yerləşir. Burada səhvlik yazıblar, Oğlan qala yazıblar. Əslində o Əlincə qalasıdır. Sonra Qarabağın tarixi adı ilə bağlı qədim türk tayfası olan Sakların yaşadığı Ərsak adı ilə adlanmış. Lakin mənfur düşmənimiz ermənilər isə bunu təhrif edərək Artsaq kimi qələmə vermişdir. İslam dövründə memarlıq abidələrinə baxsaq, İslam dininin yayılması ilə Azərbaycanda məscid, mədrəsə, karvansaray, türbələr tikilmişdir. Bu dövrdə Kufi xətti ilə kitablar yazılırdı. Ərəb xilafəti dövründə memarlıq inkişaf mərkəzi Bərdə şəhəridir və bu şəhər bu yerlərin Bağdadı adlanırdı. Xalçaçılıq və ticarətə fikir versək, Sasani Şahı 1-ci Xosrovun Xosrov Baharı adlı xalçası məşhurdur. Alban tarixçisi Mosey Kalakatlı xalça istehsalı haqqında məlumat verirdi. Daha sonra 7-ci əsrdə Çin mənbələri Azərbaycanda iri xalça istehsalı mərkəzi adlanırdı. Çin mənbələrində Mərən, Təbriz, Ərdəbil kimi şəhərlər
yüksək keyfiyyətli xalçaları ilə tanınırdı. Bərdə xalçaları Misrə bərabəri olmayan kimi təsvir edilirdi. Hətta Bərdədən Hindistana təbii qızıl boya yarımarı ilə və qırmızı boya, qırmızı qutlardan hazırlanan boya isə Avropaya ixrac edilirdi. Kitab Dədə Qorqud dastanı haqqında danışaq. Dədə Qorqud dastanı Bayat Türk tayfasından olan El Ağsaqqalı və Müdrik Ozan Dədə Qorqudla bağlı idi. Dastanda hadisələr Azərbaycan torpaqlarında baş vermişdir. 7 və 9-cu əsr Ozanlar tərəfindən Dərbənddən Qaradəniz sahillərinə qədər geniş yayılmışdır. Oğuz eli Dərbənd qapılarından Gürcüstana və Trabzondakı geniş ərazilərə əhatə edirdi. Oğuzların Göyçə ətrafındakı Alagöz yarıqlarında, Qarabağ qışlaqlarında yaşamları təsvir olunurdu. Oğuzlarda hərbi intizam, İslamın qəbulu, qonaqpərvərlik eş ənişləri öz əksini tapmışdır. Daha sonra burada dastan haqqında ümumi məlumat verilib. Yəni siz baxa bilərsiniz, burada məlumatın saxlayıb bir-bir qeyd edə bilərsiniz. Mən sizə əsas yerlərinə baxacağam. Burada biz deyirik ki, 17-ci əsrdə səyyahlar olan Alman məsələn adam Oleari və Osmanlı Övliya Çələbi Dədə Qorqudun qəbrinin Dərbənddə olduğunu qeyd etmişlər və dastanın nüsxələri Vatikanda və Dresdendə, yəni İtaliya və Almaniyada saxlanılır. Daha sonra ən məşhur boylarına baxaq. Bəkiroğlu İmranın boyu, Qanlı Qocaoğlu Qanturalın boyu, Salur Qazanevin yağmalatı boyu və Duxa Qocaoğlu Dəli Dumruluğunun boylarıdır. Müasir dövrə aid tədbirlərə baxsaq, 1998-ci ildə ümumi lider Heydər Əliyevin əmri ilə dastanın 1300 illiyi qeyd olundu və elə bir qeyd edildi və 2000-ci ildə, yəni əmri 98-də və 2000-də qeyd olundu və 2013-cü ildə Bakıda Dədə Qorqud Parkı yaradıldı və abidəsi ucaldıldı və 2010-cu ildə UNESCO-nun qeyri-mədəni irs siyahısına daxil edildi. Mədəniyyət 3-cü və 11-ci əsr mədəniyyəti bura qədər idi. Diqqətlə xəritəyə də baxarsınız və diqqətlə buradakı abidələri də əzbərləyirsiniz ki, sizin üçün heç bir çətinlik yaranmasın. Oldu, sizə uğurlar.